telefonu çıxardıb tullub üstlərini özüm tullub kanala. Bir elə çıxırıqlar ki, tullama deyib mən getdim özüm atıb kanala. Qarabağ kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri cəlb olunublar. Hazırda 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruzoğlu'nun batdığı ehtimal edilən istiqamətlərdə axtarış xilasetmə işləri davam etdirilir. Quliyev Mehman. Qaynım oldu, özün suya atan. Oğlum zəng eləyib ki, hardasan, qarpızdan gəlirmişlər. Gedə çörək yeməyə, deyib filan yerdə körpünün üstəyəm. Gəliblər, çatıblar, görüb ki, bu telefonun əlində bir maddə pul. Tulluyub pullara tərəf bunlar gələndə, yürüb özün tulluyub körpüdən suya. Bir 20 metr gedib sonra bir elə çıxırlar ki, ağaçdan tut, əlini atmayıb eşnəyə, elə də batıbdır. Oğlunuz yanında kim oldu? Oğlunun yanında əmsi oğlu olubdur. Həm əmsi oldu, elə əmə oldular da. Həm də bacım oldu. Bir elə qışqırıqlar da bunlar qorxub özlərini atmağa, baxıb ki, boğuldu. Ayrı bir nəfər varmış, istəyib ki, maykası sonra tullana görüb gəllər, getdi suya, qayıdıb dala. Ondan sonra səs geçir. Və o şəxs? Obüsü də Ənvər də əmsi oldu. Orxana zəng eləyib hardasan? Hə, zəng eləyib hardasan, gedə çörək yeməyə, qarpızdan gəlirmişlər. Bu da deyib ki, filan yerdə körpünün üstəyəm. O başda? Hə, gəliblər, deyiblər, nə ağarırsan, başın xarabda özü suya atırsan, telefon çıxarıb tulluyub, yürüb özünü tulluyub suya. 20 metr gedib batıbdır. Belə. Özünün nə işləyirdi? Özü heç nə, elə Ursetə gedib gəlirdi. Ailəlidir. Fəhlə işləyirdi orada, gedib. Qohumların yanında kömək eləyirdi, işləyirdi, dolanırdı. 5-10 gündür gəldiydi. Səhhətində qaldı? Heç bir şey yoxdur, heç bir şey.